Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, hörmətli Elmir Əmlak kanalının izləyiciləri, müştərilərim. İlk öncə sizdən xahiş edirəm. Əmlakçı seçirsinizsə, xahiş edirəm. Məni seçirsinizsə, başqa əmlakçının yanına getməyə ehtiyac yoxdur. Bugün sizə isə əmlakçı olaraq bir dənə gözəl ev təqdim edəcəm, villa təqdim edəcəm torpaq qiymətinə. Bu evi siz görürsünüz də videodan 340 min manata torpağı, bu evi mümkün deyil ki, bugünkü gündə tikib ərsəyə gətirmək. Ev sahibi and içir ki, neçə il bundan qabaq bura 640 min dollar pul xərclənib. Hər yer betondur. Hər yer betondur. Evin daxilində 90% işlər görülüb. 12%, üzr istəyirəm, 12 sot, 600 kvadrat, 3 mərtəbə, yarı zirzəmi, zirzəminin hündürlüyü 5 metrdir. Həyətdə gördüyümüz kimi, baxın, hovuz tikilib, təmir olunmayıb, bütün motorxanası falan, işıqlandırması, hər bir şeyi vurulub. Həyətdə orada sanitar qovşağı var, evin arxa hissəsidir. Bura qonaq otağıdır, bura isə mətbəx otağıdır. Mətbəx otağının arxasında gördüyümüz kimi veranda inşa olunub. İnanırsınız, yerinə də mərmər daşlar vurulub. Sadəcə buranı gəlib görmək lazımdır. Novxanı sevən müştərilərimiz, Novxandan villa axtaran müştərilərimiz. Burada 2 ay və yaxud da 3 aylıq iş var. Maksimum deyirəm ha. Yaxşı işləsələr ustalar, yaxşı bir iş gördürsünüz. Bu evi bir aya da təmir eləyib yaşamağa başlamaq olar. Həyətdə bütün drenajlar, həyətdə bütün havalandırma, necə deyirlər, hər şey hazırdır. Sənədlidir, kubçalıdır, qazı, suyu, işığı hamısı çəkilib, hazırdır. Baxın bu şam ağaclarına. Bu şam ağaclarından bilinir ki, bu həyətdə nə qədər zəhmət var. Evin ümumi giriş qapısıdır. Baxın, seyf qapıdır, qalın qapıdır. O vaxtlar qoyurlar da bu qapını. Ora heç nə lazımdır. Bir də motorla qollar qoyursan, olur avtomatik olaraq pusla açılan, bağlanan darvaza. Yan hissəsində həyətin texniki otağıdır. Bura piyada keçid qapısıdır. Burada isə 2 mərtəbəli ev var. Bura təmirlidir. Yuxarıda bir yataq otağı, 2 yataq otağı, mətbəx, sanitar qovşağı var. Aşağıda yataq otağı, hamam, tualet ayrıca. Burada gözəl bir dairəvi, belə deyək, fəvvarə, şəlalə inşa olunub. Üzbəyüzündə isə kiçik bir oturmaq üçün açıq bir söhbətgah var. Orada su hövzəsi var. Evin fasad görüntüsü də budur. Mən bir şeyə baxıram Elvin. Görürsən süpürgəlik deyirlər, onu divara bax. Orada düz yarıya qədər mərmər daşları işlənilib. Hasar belə qoşa daşla tikilib, hündürlüyü 4 metrdir. Burada betona yox deyilməyib. Yerə vurulan mərmər daşlara yox deyilməyib. Sadəcə buranı gəlib görmək lazımdır. Novxanı, Binəqədi yolu tam Novxanda yerləşən Tamustorun arxasında yox. Tamustordan bura 500 metrlik məsafə var. Bu evi isə sizə bugün torpaq qiymətinə təklif edirəm. 340 min manata. Yenə də endirim olunacaq 340 min manatdan. Sadəcə ev sahibi deyir ki, burada yaşamırıq, burada gəlib getmirik. Mən deyir, satmaq istəyirəm. Satım, kimsə gəlsin buranı təmir eləsin, yaşasın, şad günlər keçirsin. İndi isə keçirəm evin daxilindən də sizə qısa olaraq bir çəkilişlər edeyim, göstərim. Evin ümumi giriş hissəsidir, dəhlizdir, geniş bir dəhlizdir. İsti döşəməsinə qədər çəkilib, elektrik xəttlərinə kimi hamısı çəkilib, su sistemləri, necə deyərlər, bütün kommunikasiyalar çəkilib, sadəcə təmir olunmayıb, ağardılıb da. Girən kimi içəri sağ tərəfdə bir otaq var. Buranı kim istəsə yataq otağı və yaxud da kiçik bir iş otağı da eləmək olar. Buradan birbaşa mətbəx otağına keçid var. Mətbəx otağımız bağlıdır. Əşyalar yığılıb ora. İstifadə üçün, həyətdə istifadə üçün əşyalar yığılıb. Evin məncə, baxın, görüntüsü budur. Burada bunun planı var. Baxın. Bax bu da ki mərtəbələrdir də, düzdürmü? Hamısı. Hamısı hazırdır. Çəkilib hazır qoyulub. Elvin, girən kimi sağ tərəfdə baxın, burada qardırob, sol tərəfdə sanitar qovşağıdır. Kim istəsə belə. Bir də üzbəyüz qonaq otağıdır. Qonaq otağından da bağlıdır, mən açmayacağım. Mətbəxə keçid var. Və arxa hissəyə qapı var. Arxa istirahət zonasına, hovuz tərəfə düşüb qalxmaq üçün. Bura gəlirik, yarı zirzəmi, bir də ki zirzəmidən əlavə olaraq qaraj inşa olunub, çöldən giriş, baxın, bura qarajdır. Bir maşınlıq hazır qarajdır. Qapı açıldı, maşın girdi, buradan çıxdım birbaşa evin birinci mərtəbəsinə keçdin. Bir də ki, bu zirzəmi. Sağ tərəfdə texniki otaq,
yerin altında, evin altında su anbarı, rezerv su anbarı. Bir otaq oradadır, bir otaq buradadır. Burada baxın isti döşəmə çəkilib, burada kiçik bir hovuz inşa olunub və burada sauna olacaqdı deyir. Biz belə təmir, belə düşünmüşdük. Hovuzun bütün şeyləri, xəttləri də çəkilib hazırdır. Hovuz və sauna. Birinci mərtəbə, belə deyim də, buranı tam olaraq istirahət güşəsi kimi eləmək olar. Bilyard falan otaqlar var, istifadə üçün nəzərdə tutula bilər. Hündürlük 5 metrdir. Bütün ev riger kolonlar, qoşa daş və beton monolitlə inşa olunub. Kvadrat 600 kvadratdır. Bir daha söyləyirəm, qiymət 340 min manatdır. Startdır, endirim olunacaq. Hal-hazırda qalxırıq biz evin ikinci mərtəbəsinə. Yarı zirzəmi saymıram. İkinci mərtəbə. Burada bir otaq var. Qapısı bağlıdır, açmadım. Sonra qalxdım ikinci mərtəbəyə. Üzbəüz sanitar qovşağı. Bütün xəttlər hamısı çəkilib isti döşəməsinə qədər. Sağ tərəfdə yataq otağı. Gördüyümüz kimi. Orada qəşəng bir də sanitar qovşağı salıb qardırob da eləmək olur. Bu otaq da bağlıdır. Bir otaq burada. Yataq otağı, geniş böyük bir yataq otağıdır. Daxilində sanitar qovşağı var. Ətrafda maşallah, maşallah, çox qəşəng. Allah hər kəsin canına sağlıq versin. Oy Allah, nə boyda ev tikir. Hələ də tikir deyəsən, qaldırır. Maşallah olsun. Nə qədər? 5-ci mərtəbəyə tikirik şey. Buradan da qalxırıq mansard hissəsinə. Yenə burada Elvin, bax o otağın üstündə bir dənə də otaq var burada yenə də. Bu, yəqin ki, bunlar hamısı ikisi də təmirlidir. Hə, bağlıdır, yəqin ki, təmirlidir bunlar. Dedi, evin içərisində 2 dənə otaq təmirlidir. Oh, mansard. Bu da evin mansardı. Geniş, böyük bir mansarddır. Mansardda otaqlardır, eyvandır. Arxa hissəyə baxır, böyük, hündür, nə gözəldir. Bura təmirli olsaydı, bilsən nə olardı? Dəhşət olardı. Otağa bax, burada da bir dənə otaq var. Taxtalara bayıldım, bir də gəl bura. Belə taxta indi tapmaq olmur, qardaş, bura bax. Səncə, şpon taxtadır, tam. Əziz izləyicilərim, burada da sanitar qovşağı var. Dəyərli izləyicilərimiz, bu ev kiməsə maraqlı olsa, bu mansarddan demək olar ki, Novxanı, Binəqədi, dənizə də hətta görüntü var buradan. Hər yer görünür. Əzizlərim, təşəkkür edirəm sizə bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.